Zat su bitti, yoksa evine gelmek bitti. Güya sana ne lazımdı? Gelsin hiç nesiz bir çayını Ne içsin. içmeye lazım dedi. Onun ne pulu lazımdır, ne malı lazım, ne devleti lazım. Ata ben gelmişim. Ben oluram da kardeş. Şehit ailelerinin 90%'ının evinde olmuşum. Onlara ne lazımdı ki güya? Sen pulun paran hiç neye lazımdı öyle tepene değsin. Git yine o şehit atasının, şehit anasının bir elinden öp, bir yüzünden öp, bir çayını iç cehennem ol çık gel. Bu kimse mən adamımdır. Yoksa ben şehit aile. Top yiysen sen şehit ailesinin yanındasın. Hardan şehit ailesin? Şehit ailesinin taptalayan şehit ailesinin yanında olabilir. Gelin koyak da gelin bütün statüsü çevirey. Kim ne iş görüp ortaya koyak. Hansına ki sərf eləmir ki, evvələ də hamısı qaçır. Çıxır şeydən, canlıdan. Ha cehenneme çıksına ki benim canımda görsek adam lazımdı. Benim cenab prezidentim ve belediye adiyeti sağlam kurumlar benim sesime kulak asırsa onların qadasını alır. Kalan hiç kulak asan gün olmasın. Bak gelecek evler o imişlinin icra başçısına dedim senin başına süracaklar buranı. Kaç başına sürdüler soktular içeri. Eli kandalanında kaç. Şafir etmeyelim gerek ben sen sözüne bakaydım. Şimdi buradan çok insanları derim. Ağıllı olun. Allah. Siz bu ahalinin, bu şehit ailelerinin Cenab Prezidentin hesabına bir gün Hansa kürsüde oturursunuz. Ata dünən sırağa gün bayram idi. Dünən Siz yerden bir olacaksınız. Vallahi olacaksınız. dünən biz Qara bayram keçərdə bir qəbr üstünə gedirdik. Denən qəbr üstündə bir dənə deputat, bir dənə icra hakimiyyəti, bir dənə bələdiyyədən bir adam var idi. Biri gəldi bizə başsağlığı verdi. Neyin axı? Arkaya Biz oturup getdik özümüz ziyarət elədik. Nədir, bir-birimizə başsağlıq verdik, qayıdıq şəhid ataları, şəhid anaları, gelenler hoş. şəhid ailələri. Hesaplaştı mı? Koy bir seç. Selamun aleyküm. Və aleyküm salam abi. Neyiniz, ne var ne yok abi? Aleyküm salam. Şükürlər olsun. Sağ ol hanım Zəhra, çok sağ ol, teşekkür ederim. Ha, bayağı prosto koşulmadım, o aşağıda olan, o ne bileyim ben şehit ailelerinin yanındayım, həmişə İldirim abi. Kim o söz deyəndə mən sənin o sözünü misal çəkirəm, o gün canlında da Şəfərət abinin canlısında da o misal çəkmişəm. Ki deyirlər şəhid ailəsinin yanında, İldirim kişi əməliyyat olanda bir insan onun yanında olmadı. Nətər şəhid ailələrinin yanındadır bunlar. O bayaq mənim yerimdə oturan var idi, aşağı düşdü. Bildim qaçdı. Hə, yəni hər zaman o sənin sözünü misal çəkirəm mən o insanlar, o deyənlərə. Mehman kişi xoş gəldin. Kasıbka böyle bir şey danışır da kardeş. Hə, buyur abi. Şuna Azerbaycan'da, Bakı'da. Bakı'dan başka bir 37.600 şehidimiz yoktu. Bir kapılarını döyək. Eğer bir evde fəxri diplom, karı bülbül ve yaxud şehit anası, şehit atası diplomu olmasa mənim təşkilatımın verdiğinden gelir. Ha söhbət. Qalan abilər. Hə. Ben onda hiç yani deməli o evdə mən ya mövludda, ya ildə, ya nə vaxtsa yəni dəfn olunandan sonra iştirak eləmişəm və diplomu vermişəm. Və yaxud mənim sədrlərimdən kimsə. Abi bilirsən nətərdir Şəfərət abi? Heç bir insan. Kardeş bunu koyduk qırağa. Aha. Heç harda olmamışam. Allah köməyiniz olsun. Mən simpisiyəm. Bugün mən gəlib sökənmişəm bir iddiada və Mehriban ananı əzdiniz. Mən ondan sonra koymadım əzilməyə. Özü də fəallaşdı maşallah. Özü bu saat mənə arxadır. Mən ona yox, o mənə arxadır. Götürək hansı bir şəhid ailəsini götürürsən götür. Biz onların yanında ola bilərik. Biz onların arxası ola bilmərik. Onlar bizim arxadır. Və mən həmişə deyirəm, şəhid ailələri neçə ki savadım var, neçə ki Allah ağlımı əlimdən almayıb, neçə ki Allah gücümü əlimdən almayıb, siz məndən istifadə edin, mən sizdən yox. Başkaları kimi yalandan kimler salladı, pul yığmıram, öz kartıma onu yemirəm, ne bileyim vesaire beyler.
mən haqlı olaraq hər bir insanın yanındayım. Adi ben Nabil müəllimi götür. Ünvan etdi, şikayət elədi ora bura. Mən məcbur elədim, ona 3 dənə heyvan verdilər. Bax burada aşağıda Bəli. Mənim xəbərim var da bir yerdə döydük. Gəlib söhbətdə. Yüzlərlə, minlərlə ailəni çəkə bilərəm. Bugün də bir zirzibil icra başçısına qoşularaq Gədəbəyin icra başçısına və müavinlərinə şəhid ailəsinə şərbətən yaxırlar. Və məndə məhkəmənin qərarı artıq əlimdədir. Hamısı sənədlər əlimdədir. Və xanımdan, həmin uşaqlardan xahiş eləmişəm. Məhkəməyə verəcəklər həmin insanları və dərisini soyacaqdılar. Mən də onların Yeni yanındayım. Onlar geri çəkilsə də mən çəkilməyəcəm. Dünən də lazım orqanlara məruz eləmişəm. Bəsdir, bəsdir. Bu qədər ərzin-ərcilik, bu qədər ağıl düzmək. Dünən deyirdin gedəcəm o işin dalınca getmişdin, eləmi? Getmişdim, həll elədim. Mən indi bir-bir yenə sənədləri qoyuram. Kim istəyir oxusun. Baxın. Sağ olsun. Ehtiyat yoxdur, sənin özündə var, sənət bəhs eləyir də. Ehtiyac var. Cəmaat yox. Buradan ora oxumaq olmur, yəni demək istəyirəm. Yəni lazım olsa mən sənə göndərəcəm. Kim istəsə göndərər. Göndərərsən, hə, WhatsApp-da Baxın. göndərərsən. Dövlətin verdiyi qərar, dövlətin keçirdiyi belə deyək, uşaqla Mehmet Şükrü, hoş ata geldin. arasında olan bir test təsdiq edir ki, Ülvi uşaqların atasıdır. Və yüzlərlə insan təsdiq edir ki, Ülvi ömrü boyu bu xanımı sevir. İkinci dəfə anası məcbur evləndirsə belə bu xanımın yanında olur. Bugün indi araşdırma məlum edəcək kim hansı mövqedədir, kim hansı kişinin yanındadır, hardadır. Məlum olunacaqdır Allahın köməliyi ilə. Yəni mən buna girişmişəm, axıra kim gedəcəm. Və mən bir daha deyirəm. Özümüz öz namusumuza Nabil kişi istədik qaldırdıq. Mikrofonumu bağladı, zəhmət deyilsin. Baxın, kimsə kiməsə şər böhtan ata bilməz. Temboli şəhid ailəsinə və şəhid yoldaşına, şəhid evlatlarına. Bəli, düz. Atsa məni qarşısında görəcək. İstəyirsən icra başçısı olsun, istəyirsən belə deyək, nazir olsun, kim olur olsun. Boz xoş gəldin. Mənim üçün İndi bu asla sö- Şəhvələt abi, bu söz heç, indi bunu bildik, yəni neçə gündür bu işlə məşğulsuz. Allah köməyiniz olsun. Sadəcə o ifadə işlədirlər, o bayaq işlətdiyi kimi hər gün eşitdiyimiz bir ifadədir də, şəhid ailələrinin yanındayıq. O düzgün ifadə deyil. Bilirsən nə demək lazımdır? Bəzi şəhid ailələrinin yanındayıq. Heç bir insan deyə bilməz ki, bütün Azərbaycanın şəhidlərinin evinə mən getmişəm. Yəni bu mümkünsüz bir şeydir. 7600 şəhid var. Məndən fəyalı, məndən yekəli